Salam, məntiqdən Kakroya aid sual nümunəsinin izahına baxaq. Deməli, Kakroda bizdə əsas qaydalar nədir? Kakroda xanalar üzrə, yəni sütun və ya sətir üzrə təkrarlanma ola bilməz və xanalarda 0 istifadə oluna bilməz. Bundan başqa 1-dən 9-a qədər rəqəmlərdən istifadə olunmalıdır. Biz Kakroda adətən haradan başlaya bilərik? İlk növbədə Kakroda bəzi sabit cəmlər var. Yəni nə deməkdir? Elə ədədlər var ki, onları yalnız bir dənə kombinasiyadan almaq mümkündür. Məsələn, 4. 4-ü mən yalnız 1 və 3-ün cəmindən ala bilərəm. İndi fikirləşə bilərsiniz ki, 2 və 2-dən ala bilərmi? Xeyr. Çünki biz bilirik ki, Kakroda təkrarlanan deməli elementlər ola bilməz sətir və ya sütun üzrə. Ona görə 2 yaza bilməliyik. Və yaxud da 4-0 da fikirləşə bilərsiniz. Xeyr, 0 da yaza bilmirik deyə bu mümkün deyil. Deməli, bir dənə ehtimal var bizdə. 1 və 3. İndi 1-i hara yazaram, 3-ü hara yazaram? Ümumiyyətlə, bu tip suallarda yoxlama da apara bilərik. Adətən nəyə fikir veririk? Fikir veririk ki, məsələn, burada böyük ədəd var. Böyük ədəd olduğu üçün, məsələn, 3 1-dən böyük olduğu üçün hər ehtimal 3-ü bura yazırıq, 1-i bura yazırıq. Əgər 1-dən alınmazsa, biz bu əvəzləməni dəyişirik. Yəni 1-i tutaq ki, bura yazaram, sonra 3-ü bura yazaram, yoxlayaram. Amma adətən böyük ədədin qarşısına daha böyük qiymətlər veririk. 3-1 yazıram tutaq ki, bura. Sonra burada görürəm ki, 17 var. 17-nin də yalnız bir dənə kombinasiyanı almaq mümkündür. Başqa yoxdur. O da hansıdır? 8 və 9. Aha, indi 9-u hara yazaram, 8-i hara yazaram. Görürəm ki, məsələn, yuxarıda burada 30 var, burada 14 var. 30-un altında daha böyük qiymət yazaram. 9-u bura yazaram, 8-i bura yazaram. Sonra burada 30 özü də sabit cəm sayılır. 30-u yalnız 7, 8, 9, bir də 6-nın cəmindən almaq mümkündür. Hə, indi burada nə edə bilərik biz? Məsələn, 9-u istifadə eləmişik. Bundan başqa bir şey də deyim ki, Kakroda eyni istiqamətə baxan üçbucaqlardakı qiymətlərin ümumi cəmi bir-birinə bərabərdir. Bu nə deməkdir? Məsələn, burada rənglə ayırıram. Bu formalı üçbucaqlar var. Məsələn, burada bu, sonra bu, budur, sonra budur. Bundan istifadə eləməklə mən bax bu eli tapa bilərəm o qaydaya görə. Yəni burada 30, 14, 4. Neçə edir bizdə? Deməli 44, o da 4, 48. Bir də burada hansı qiymət var başqa? Bir də el var. Deməli 48 üstə gəlinsin el bərabərdir nəyə? İndi bu formada ağzı elə bil aşağı olan üçbucaqlar var bizdə. Hipotenuza aşağı doğru baxan. Onları indi hesablayaq, görək nə qədərdir. Deməli, bir dənə bunları ayıraq. Aha. Bax burada düzdür, onu istifadə eləmədən də tapmaq olardı, amma bunu da deyirəm ki, əlavə olaraq biləsiniz. Deməli, bu istiqamətə baxan üçbucaq 11-dir. Sonra burada da var 11, 12, edir 23, 23 o da 20, deməli edir 43, 43 o da 17, edir 60. Deməli 60 imiş. Onda elin qiyməti nə imiş bizdə? Elin qiyməti də 12 imiş. Elin qiyməti müəyyən oldu. İndi isə davam edirik. Deməli biz nələri tapa bilərik buradan? Aha. Görürəm ki, mənim əlimdə burada 9 istifadə olunub. Sonra burada 12 var. 12-dən başqa əlimdə olan hansı qiymətlər var? Məsələn, görürəm ki, burada 6 var. Necə 6 var? Məsələn, bax, bu sütun üzrə 8 istifadə olunub və yuxarıda da 14 qeyd olunub. Deməli, bu 3 dənə xananın qiymətləri cəmi məndə 6 olmalıdır mütləq şəkildə. Amma necə olmalıdır? Buna nəyə görə bilirəm? 6-nı yalnız bir dənə kombinasiyanı almaq lazımdır. Almaq olur daha doğrusu 1, 2, 3. Bu başqa formada mümkün deyil. Yəni sadəcə bu qiymətləri bilmək lazımdır ki, hansı sabit cəmlər necə olur. Aha, deməli bu hissədə 3 dənə ədəd bizdə hansılar olacaq? 1, 2, 3. İndi mən məsələn bura 3-ü yaza bilərəmmi? Yaza bilmirəm. Niyə? Çünki burada artıq 3 istifadə olunur. 3-ü bəs hara yaza bilərəm? Fikirləşirəm ki, burada 11 var, burada 12 var. 3-ü daha böyükdür deyə bura yazaram. Əlimdə indi qalacaq neçə? 2 ilə 1. 2 ilə 1 qaldığı üçün də, məsələn, 2-ni bura yazarammı, bura yazarammı? İndi fikirləşirəm. Burada 20 var. Burada da nə var? 11. 2-ni bura yazaram daha böyükdür deyə. Bura neçə yazaram? Məsələn, 1-i yazaram. Onda görək, alınırmı qaydaya görə? Alınmayacaq. Niyə? Çünki, baxın, burada 11 var. 1 ilə mən nəyin cəmini tapsam, mənə qiymətini verər 10-un. Amma 10 da ola bilmir axı Kakroda. Deməli, burada 1 ilə 2-nin yeri dəyişik olmalı. Deməli, 2-ni bura yazmalıyam, 1 də burada yazmalıyam. Sonra, fikirləşirəm ki, bəs bura neçə yazmalıyam ki, 11 olsun? 9 olmalı. Amma 9 da yaza bilmirəm, çünki aşağısında 9 var. Deməli, burada
qiymətləri dəyişik olmalıdır. Deməli 3-ün qiyməti harda olmalı idi? Əslində yuxarıda olmalı idi. 3 burada olmalıdır. 3 burada olmalısa avtomatik 8 də bura olar. 8 də bura olduğu üçün indi fikir verin. 2 ilə 1 qalıb məndə bax bu hissədə. 2 ilə 1-i istifadə eləməliyəm mütləq şəkildə. Biri bura yaza bilmirəm. Artıq bu sətir üzrə var. Ona görə biri bura yazaram, 2-ni də bura yazaram. İndi fikir verək. Məndə hansı qiymətlər çatışmır? Deməli, bu hissəyə baxanda görürəm ki, 8, 9 var. Deməli, hansı yoxdur? Deməli, 6 ilə 7 yoxdur. Bura 6 ilə 7 yazılmalıdır. Hə, indi bu hissəyə bir dənə fikir verək. Bax, bu sətir üzrə 20 alınan hissədə. 1 ilə 3-ün cəmi bizə nə verir? 4 verir də. Düzdürmü? 4 verdiyi üçün də buraya yazmalıyam neçə? 16. 16-nı da hansı kombinasiyadan almaq mümkündür? Yalnız 9 və 7-dən. Başqa ehtimal yoxdur. Və 9 və 7-ni nətər yazaram? 9-u buraya yaza bilmirəm, çünki təkrarlama olur. 9-u məcburi buraya yazaram. 7-ni də buraya yazaram. İndi fikir verin, bu hissədə, bu sütun üzrə 30 alınmalı idi. Bir dənə burada 6 çatışmır, 6-nı da yazaram. Bu hissədə bir dənə 3 çatışmır və bütün qiymətləri biz müəyyən elədik. İndi isə bizə nəyi soruşur? Bu hərflərin qiymətlərini qoyub cəmini tapmalıyıq. Deməli, A hərfi 8 tapılıb, burada. Sonra L hərfi, deməli, L hansıdır burada? Gözüm seçmədi. Deməli, L burada, bayaq tapdığımız 12-dir. Sonra T hərfi 8-dir yenə. Sonra U hərfi 9-dur. Bir də ki, N hərfi də neçədir bizdə? 1-dir. Bunların hamısında cəmi neçədir? 10, 18, 20, deməli 38. B variantı olacaq cavabımız.